Mən Hüseyn, növbəti dəqiqələr sizlərlə bərabər yeni bir Python bilikləri öyrənməyə davam edirik. Bugünkü mövzumuz olacaq Pandas.dan mailed function. Burada yazılanları sizlər üçün çox sadə bir dildə izah edəcəm. Elə isə başlayaq. Deməli, burada bizim çox sadə bir data frame'imiz var. Bu data frame'də hər məhsuldan, hər produktdan hər ay nə qədər satıldığını göstərən dəyərlər var. Məsələn, deyək ki, bizim burada tablet var. Tabletdən yanvar ayında 800, fevral ayında 900, mart ayında 850 satılıb. Kimsə məndən soruşsa ki, aylıq olaraq, yəni hər ay ümumi bu 3 məhsuldan nə qədər satılıb, onu necə tapa bilərəm? Və yaxud da mənə vizuallaşdırma ehtiyac olsa bunu necə edə bilərəm? Sanki burdan qrup ayı eşidən kimi oluram, amma burada belə bir problem var ki, qrup ay üçün mən bir dənə kolum istifadə eləməliyəm ki, daha doğrusu istifadə etdiyim kolumlardan bir dənəsində mənə mənim burada olan yanvar, fevral, mart aylarının dəyərləri olmalıdır. Amma halbuki məndə burada yanvar sales, fevral sales, mart sales isə burada nədir? Kolum adı olaraq. Məsələn, burada melt bizim işimizə gəlir. Melt neyinir? Unpivot eləyir. Data frame from wide to long format. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, burada olan kolum adlarını və buradakı olan dəyərləri mən necəsə bir kolum halına salmalıyam. Elə isə gəlin başlayaq. PD melt deyirəm. Melt deyən kimi sağ olsun Colab bizim üçün hansı parametrlərini istifadə eləməliyik bunları çıxardır. Deyək ki, sən mənə birinci PD melt deyirsən, mənə birinci data frame verməlisən. Df deyirəm. Ondan sonra sən deyir ki, ID vars verməlidir. Hansı kolum isə da vars, hansı kolum bizim üçün digərlərin dəyərləri müəyyən edən kolum olmalıdır. Əlbəttə ki, burada nə olmalıdır? Product. Ona görə mən hər product'a görə hər ay nə qədər satış olacaq, onu öz yeni yaradılmış data frame-də görəcəm. Növbəti isə mənə deyir ki, sən mənə verməlisən values, vars, yəni burada isə hər kolumu adını mən bura verməliyəm ki, bu kolumların adlarını mən artıq kolum adı deyil də bir kolumda dəyər olaraq görüm. Artıq kodumuz hazırdır. Bura yazaq df sales və df sales'i də bura yazaq. Artıq hazırdır. Deməli ki, nə fərqi burada? Bunun arasındakı fərqi diqqətlə görün. Görürsünüz ki, artıq məndə 2 dənə yeni yazılmış kolum var. Bu kolumlar isə burada olan bütün məlumatları özündə daşıya bilir. Ola bilsin ki, kimsə orada mənə deyir ki, bu adlar niyə belədir? Bu avtomatik şəkildə verilmiş adlardır. Əlbəttə ki, mən bunları dəyişdirə bilərəm. Neynirəm? Bura baxaq. Value names var. Ondan əvvəl var. Names var. Name. Bunun yerinə ad verək. Gəlin bunun yerinə verək. Məncə months olsunmu? Olsun. Növbətimiz burada value names nə olsun? Name daha doğrusu. Sales artıq hazırdır. Bundan sonra isə mən qrup by'dan çox sadə bir şəkildə istifadə edə bilərəm. Elə isə gəlin sürətli bir şəkildə bunu yazaq və bugünkü sualımıza cavab tapaq. Qrup by. Nəyə görə qrup by olsun? Aylara görə. Və mən nəyi tapmaq istəyirəm? Sales'lərin ümumi cəmi hər ay nə qədər olduğunu tam yazaq. Hazırdır, amma bura gəlin yazaq reset index ki, daha yaxşı bir formada görünsün. Beləliklə mən tapdım ki, hər ay məndə ümumi nə qədər satış olub. Və eyni zamanda bir də təkrarım, bu data frame bizə kömək edir ki, biz asanlıqla vizuallaşdırmadan istifadə eləyək.